Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün təqdim edəcəyimiz mənzil yerləşir Nərimanov metrosuna piyada 3-4 dəqiqəlik məsafədə 4 otaqdan ibarətdir. 176 kvadratmetr ölçüyə malikdir. Giriş qapı, sol tərəfdə valideyn yataq otağı, daxilində sanitar qovşaq, qardirob, belə bir güzgü üfüqlə bir yerdə, mətbəx hissə, qonaq otaq, uşaq otaq, digər yataq otağı, daxildə sanitar qovşaq və xol hissədə yerləşən ümumi sanitar qovşaq. Sol tərəfdən başlayaq təqdimata. Valideyn yataq otağı və daxilində sanitar qovşaq. Döşəmə qranit mərmər istifadən ibarətdir. Divarı içi unitazlardan istifadə olunaraq təmin olunub. Geniş yataq otağı, daxilində eyvan mövcuddur. Bütün əşyalar təmin olunub. Qri kondisioneri, geniş taxt, qardirob və make-up stolundan istifadə olunub. İndi isə mətbəx hissə ilə tanış olaq. Yenidən xol hissədəyik. Geniş ölçüyə malik xol var. Yəni istədiyiniz əşyaları bura yığmağa da imkan var. Geniş mətbəx hissə, döşəmə qranit mərmər istifadən ibarətdir. Soyuducu yeri, qab yuyan, paltar yuyan, mikrovalnovka, tufka yerdə nəzərdə tutulub. Həmçinin mətbəx mebelinin ölçüsü o qədər genişdir ki, yəni saysız hesabsız şkaflar var. Rahat hər şeyi yerləşdirə bilərsiniz. Mətbəxlə qonaq otağının arasında belə bir açıq koridor kimi yer nəzərdə tutulub. Yəni istəyən buradan da zala daxil ola bilər və xol hissədən də daxil ola bilər. Biz xol hissədən daxil olub göstərək. Geniş qonaq otağı. Sol tərəfdə TV stend yığılıb və həmçinin mətbəxdə də bu divarda TV stend yığılıb. Yəni televizoru ora qoymaq üçün nəzərdə tutulub. Belə bir mərmər teksturalı divarımız, Venesianka aboylar, divan, jurnalni və stol. Sağ tərəfdə isə belə bir güzgü dekorativdən istifadə olunaraq mənzil təmir olunub. Həmçinin qonaq otağında da qri markalı kondisioner qoyulub. Geniş qonaq otağı. İndi isə uşaq otağı ilə tanış olaq. Uşaq otağı və uşaq otağında önündə eyvan mövcuddur. Uşaq otağında da bütün əşyalarla təmin olunub. Solda isə digər yataq otağı və daxilində sanitar qovşaq mövcuddur. Döşəmə bambuk parketdən istifadə olunaraq təmir olunub. Make-up stolu, şkaf, qri kondisioner, belə bir kreslo, taxt və burada belə bir gömmə qardirob və daxilində sanitar qovşaq. Bütün otaqlar Venesianka tipli dekorativ boyadan istifadə olunaraq təmir olunub və xoldakı ümumi sanitar qovşaq. Divar içi unitaz, bahalı kafellər və zövqlü təmir. Dəyərli izləyicilər, bir daha məlumatları qeyd edim. Mənzil yerləşir Nərimanov metrosuna piyada 3-4 dəqiqəlik məsafədə 176 kvadratmetr ölçüyə malikdir. 4 otaqdan ibarətdir. 16 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Əgər bu mənzil sizə maraqlıdırsa, qeyd edəcəyimiz nömrə ilə əlaqə saxlaya bilərsiniz. 055 444 41 45 nömrəsi ilə əlaqə saxlayın. Mənzil haqqında məlumatı, soruşmaq istədiyiniz məlumatı sizlərə çatdırar və bağış keçirmək istəsəniz bizə müraciət edin. Mənzilin başlanğıc qiyməti 555 min manat təklif olunur və real alıcıya endirim olunacaqdır.